Allahümme eğfiril müminne vel müminat vel müslimine vel müslümat el ehyâli minhum vel ammat. İlâ ruhil mağrubil mâlimin ve bihakkı Muhammedin ve âli tahirin ilâ pervediyara. Ettiğim zikirler okudum Kur'an hasının hasılın sevabını Semender İsakhanoğlu'nun ruhuna hediye ettim ve Cami Qarabağ döyüşlərində şəhid olmuş şəhidlərimizin ruhuna etdim. Və bihaqqı ayatul Kur'an və bihaqqı birun Furqan və bihaqqı Əsma-i Hüsnə və bi hürmətil surətil mübarəkətil Fatiha. Allahümme salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke nabdu ve iyyâke nesta'in. İhdinas sıratel müstakîm. Sıratellezîne enemte aleyhim. Gayril mağdubi aleyhim veleddâlin. Amin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ehad. Allah razı olsun. Allah razı olsun. Bugün bilirsiniz ki Şehit Semender'in 28 yaşı tamam oldu. Yani bundan ömründen 8 yıl altın seçmeyine bakmayarak hemşe devletimiz şehit annelerine, gazilere, veteranlara yüksek kaygıyla yanaşıp hemşe bizim yanımızda oldu. Ve rehberliği bizim yanımızda oldu. Bugünleri Şehit Semender'in al gününde konağımız var, özü təqdim edəcək. Şehit atası var, şehit ataların atası var, şehit kardeşleri var. Ve veteranlar ve gaziler üzere, şehit adamlar üzere icra hükümetinde mağdur var. Hürür şurasımız var. Kânsep etmek belgemiz ve kânsep amatırız. Allah sizden razı olsun. Hemşe bizle, kardeşlerine, alemimize, hemşe sizin bulunduğunuz olmuşum. Yine dolacak balalarımızın, nevelerimizin toyunda. İkimiz bir de söz varsa diyebiliriz. Birincisi Çərşənbə bayramınız mübarək olsun. Həqiqətən də Səməndərin biz 6 ildir, yəni mütəmadi olaraq, yəni anım günlərində, yəni bizim günlər cənnətdə 6-cı doğum günüdür. Allah Teala Səxanəmin sənə ömür versin. Allah razı olsun. Yəni bu günləri Səməndərimizin adını daşıyan Səməndər balamız var. Allah Teala ona o gün olsun, məşləri tutarsın, toyuna gələk. Həmişə demişəm, tarihin oxşaması da qəhrəmanlığı ona oxşasın. Çünki Səməndər həqiqətən də ali təhsilli olan olub. Yəni əsgərlik vaxtında ötə təhsilli bilikli xidmətli olduğuna baxmayaraq, yəni döyüşlərə qatılıb. Yəni mən onun video fragmanlara baxmışam. Yəni həqiqətən də böyük həvəslə çıxış edib. Nazirlər Hökuməti Üstən mənim adından günləri bir həm getirim ki, günləri şəhidimizin adını, Mövlud günü mübarək Mövlud günüdür. Allah Teala bundan sonra bu Kürsiyənin kəndində elimizə, obamıza həmişə şadlıq olsun. İnşallah həmişə bayrağımızda olsun. Allah prezidentimizi qorusun. Gün orada xidmət edən zabitlərimiz var, əskərlərimiz, Allah onları qorusun. Çünki bilirsiniz ki, biz də bir vətən uğrunda döyüşmüşük. Mən özüm bir zabit olaraq döyüşmüşüm. Yəni Rasət müəllimdən, yəni bir Vətən Müharibəsi Şöbəsinin təzə şöbəmizin işçiliyi özü 1-ci Qarabağ müharibəsinin 7 il xidməti olub. Hal-hazırda bizim icra hakimiyyətindədir. Həqiqətən də biz Səxanəmin səni önümüzdə bir ağsaqqal vermişik. Şimdi sən şəhid atasısan, qarşınızda baş əyirik. Allah Teala cəm şəhidlərimizə rəhmət eləsin. İnşallah bundan sonra anda şahlardır. Bayramımız bir daha mübarək olsun. Ben de bir şey size təqdim edeyim.